Unit 21 reading olacaq uşaqlar. Mən mətni oxumuşam, sizin də oxuduğunuzu varsayıram. Keçirəm çalışmalara. Bunu saxlayaq hələ ki, istəyirsiniz, özümü çətinə salmıram. Burada məndən false istəyir. Mətni əsasən səhv olanı seçəcəm. The Atacama Desert is one of the driest. Bəli, ən quru səhralardan biridir. Is in Chile, South America. Bəli, Cənubi Amerikada, Çilidədir. The Atacama Desert is a place with heavy rainfall. Yox, bu səhvdir. Heavy rainfall nədir? Ağır, şiddətli yağışlar. Axı, orada elə yağış olmur. Hardly ever rains demək olar ki, heç yağmır. Deməli, mənim variantım C olacaq. What makes the desert rare and fantastic? Onunla Atacamanı nadir və fantastik edən şey nədir? The clear and excellent sky for stargazing. Bəli, stargazing üçün açıq və əla səma var orada. The presence of shiny white salt flats. Bəli, parlaq duz, ağ duz təbəqələri var orada. Bu düzdür. 1-2 olacaq elə. Frequent rainfall yoxdur, rare rainfall var. Yəni davamlı yağış yoxdur, nadir yağışlar var. The abundance of plants and animals. Heyvanların və bitkilərin yoxluğu yox. Əksinə orada var. Həmçinin adaptasiya olublar. 4-də məndən true sentence istəyir. The creatures that can live in this desert are adaptable. Bəli, uyğunlaşa bilirlər. Sky is never clear. No, always clear demək olar ki. Okay. The desert reminds us the softness, no, but toughness of nature. Deməli, səhra bizə təbiətin sərt tərəfini göstərir. The Valley of the Moon is a fascinating spot. Bəli, Ay vadisi heyrətamiz bir nöqtədir. Hansı ki, ora deməli, moon-like ay səthinə oxşayan torpaq və duz formasyonları var. 1-4. Although, no, it doesn't rain much. There is not a plant. Yox, orada plant var. Belə izah edeyim də. Deməli, burada yerinə qoymaq lazımdır. 1-də nə deyir? Orada çox yağış yağır, baxmayaraq ki, xeyr. 2-də nə deyir? Baxmayaraq ki, orada şey yoxdur, bitki yoxdur. Yox, axı orada bitki var. It's not rainy. Bəli, yağış yağmır. You can't see much rain. Bunlar ikisi də eyni şeydir. Sadəcə parafraz ediblər. Yəni, fərqli sözlərlə eyni mənanı ifadə ediblər. Bu bizim üçün 3 və 4 olacaq. Gəlin birinciyə. Tekstim nə haqqındaydı? The Valley of the Moon in South America. Cənubi Amerikadakı Ay vadisi. Ay vadisi Atacama səhrasının adı deyildi. Sadəcə oradakı bir nöqtə idi. Belə deyim də bir ərazi idi. Ona görə bu deyil. Elə variantım B olacaq. The beauty and toughness of nature in the Atacama Desert. Atacama səhrasındakı təbiətin gözəlliyi və sərtliyi, bəli. Stargazing adı çəkdi, amma bütün tekst o haqda deyildi. Bitkilərin, heyvanların adını çəkdi, bütün tekst o haqda deyildi. Dünyanın səhralarına yox, sadəcə Atacama haqqında danışdı. Cavabım olacaq B.